Salam, hər vaxtınız xeyir. Artıq bizim bugünkü mövzumuz köməkçi nitq hissələridir. Köməkçi nitq hissələri bilirik ki, ümumiyyətlə dilçiliyin 11 dənə nitq hissəsi oldu. Bunun 6-sı əsas idi və 5-i köməkçi idi. Biz artıq əsasları tamamladıq. Bizim növbəti mövzumuz köməkçi nitq hissələridir. Köməkçi nitq hissələrinə daxildir qoşma, bağlayıcı ədad, modal söz və nida. Qoşmanın izahını qeyd eləmədən əvvəl müəyyən aspektləri var, o haqqda danışaq. Yadda saxlamaq lazımdır ki, köməkçi nitq hissələri leksik mənaya malik olmur, ayrıqda cümlə üzvü kimi işlənə bilmir, şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak eləmir. Yəni onlardan hər hansı yeni bir söz düzəltmək olmur. Və bizim ilkin köməkçi nitq hissəmiz qoşmadır. Qoşma ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən mənaçalar əmələ gətirir. Və qoşma heç vaxt müstəqil leksik mənaya malik olmur. Yəni təşrikdə onun bir mənası yoxdur. Eyni zamanda qoşma yadda saxlamaq lazımdır ki, ismin yerlik və təsiri hallarına qoşula bilməz. Qoşmalar quruluşca yalnız sadə olur. Bu nə deməkdir? Məsələn, üçün yazıram, sənin üçün. Mən üçünü necə mürəkkəb götürürəm və yaxud düzəltmə götürürəm? Bir kökdən ibarətdir. Bir kökdən ibarətsə, deməli bu quruluşca bizdə sadə hesab olunur. Sonra qeyd eləyək ki, deməli qoşmalar qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur. Məsələn, deyirəm ki, tutaq ki, bütün bunlar sənə aiddir. Sənə aiddir. Kimə aiddir? Sənə aiddir. Nə bunlar? Hansı bunlar? Bütün bunlar. İndi bax, fikir versəz, mən burada sintaktik təhlil edəndə sənə aiddir fikrini aid qoşmasına birlikdə təhlil elədim. Yəni, bu o deməkdir ki, qoşma aid olduğu cümlə üzvü ilə birlikdə bütöv bir cümlə üzvü kimi götürülür. Qoşmalar qrammatik şəkilçi qəbul edə bilər. Bunlara cəm, mənsubiyyət, hal və xəbərlik şəkilçiləri daxildir. Yəni, cəm, mənsubiyyət, hal, xəbərlik şəkilçiləri qoşma götürə bilir. Məsələn, nümunə daxilində belə qeyd eləyə bilərik ki, sənin üçündür. Bax, yazıram bura, sənin üçündür. Sənin üçündür. Bax, burada üçün sözün köküdür. Dür bizdə şəxs sonluğu hesab olunur, yəni xəbərlik şəkilçisi hesab olunur. Artıq deyirik ki, qoşma xəbərliklə istifadə olunur, yəni xəbərlik şəkilçisi götürə bilir. Eyni zamanda bu fərqi yoxdur, mənsubiyyət də götürə bilər, nə bilim, hal da götürə bilər. Bu məhdudiyyəti yoxdur. Yaxud cəm şəkilçisi də götürə bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, qoşmalar burada bunların yazılış qaydası var. Təkhecalı qoşmalar, məsələn, ilə qoşmasının ixtisar forması lalə, üçün qoşmasının ixtisar forması çün bizdə artıq sözə bitişik yazılır. Məsələn, belə bir nümunə daxilində göstərək, anamla. Burada kimi ilə anamla, la ilənin ixtisar formasıdır. Yəni, belə deyək də, bir hecadan ibarətdir. Artıq bu avtomatik sözə bitişik yazılmalıdır. Amma yerdə qalan qoşmalar sözdən ayrı yazılır. Məsələn, yazıram bura, tutaq ki, sənin üçündür. Sənin üçündür birləşməsində artıq burada üçündür gördüyü kimi ayrı yazılıb. Tək hecalılar təkdir, ladır, çündür. Bunlar sözə bitişik yazıldığı halda hecasının sayı 2 və 2-dən daha çox olanlar sözdən ayrı yazılmalıdır. Sonra burada qeyd olunub ki, hallara görə qoşmaların qruplaşması mənim buna ehtiyacım yoxdur. Çünki bunun məntiqi bir aspekti var. Bunu necə qeyd eləyə bilərik? Məsələn, deyirəm ki, tutaq ki, səndən əvvəl. Və bura yazdım səndən əvvəl birləşməsində. Görürəm ki, əvvəl burada zaman qoşmasıdır. Qoşulub özündən əvvəlki sözdə çıxışlıq hala. Yəni, qoşmanın hansı sözə qoşulduğunu tapmaq üçün özündən əvvəlki sözə baxmaq kifayətdir. Özündən əvvəlki sözə baxan kimi mən artıq onun hansı nitq hissəsi olduğunu asanlıqla, yəni hansı nitq hissəsinə, hansı hala qoşulduğunu asanlıqla təyin edə bilirəm. Qoşmaların məna çalarları var, yəni mənaca növləri var. Məsələn, birgəlik bildirən ilə ilə cadır, zaman bildirən əvvəl, qabaq, sonra bəridir, məsafə bildirənlər kimi qədər tək candır, istiqamət bildirən sarı tərəf doğru, bənzətmə bildirənlər kimi qədər tək, fərqləndirmə başqa savayı özgə, istinad görə əsasən üçün ötürü, aidlik isə aid, xas, məxsus və s.
İndi mən sizə bir nüans daha qeyd edeyim ki, təəssüf ki, köməkçi nitq hissələrində məntiqi bir əsas yoxdur. Biz işləyəndə daha çox əzbərə işləməliyik bu mövzunu. Çünki məsələn, tutaq ki, mən əgər zaman qoşmalarını bilmirəmsə, əvvəl qabaq sonra bərini bilmirəmsə, bunu məna növündə yəni mən müəyyənləşdirə bilmərəm. Və yaxud əgər ki, mən canın birgəlik olduğunu bilmirəmsə, bunu məna növünü müəyyənləşdirə bilmərəm. Yəni mənim hal-hazırda izah elədiyim bu hissə tamamilə əzbərə bir aspektdir, mütləq şəkildə əzbərlənməlidir. Sonra qoşmaların sinonimliyi məsələsi var. Bu çox rahat bir şeydir. Əgər qoşmanın məna növlərini bilirəmsə, mən bunu sinonimliyini də avtomatik müəyyənləşdirə biləcəm. Məsələn, deyirəm ki, bax belə bir nümunə göstərirəm. Deyirəm ki, evə tərəf gedirəm. Bu nümunədə evə tərəf birləşməsində və bu tərəf sözünü mən belə əvəz edə bilərəm. Evə doğru gedirəm, evə qarşı gedirəm, evə sarı gedirəm. Yəni tərəfi mən doğru, qarşı, sarı qoşmaları ilə əvəz edə bildim. Və yaxud məsələn sən yazıram ki, səndən başqa, və bura qeyd edirəm. Səndən başqa. Və bu birləşmə daxilində mən başqanı səndən qeyri, səndən savayı, səndən ayrı, səndən özgə birləşmələrindən əvəz edə bilirəm. Yəni artıq belə deyim də, fərqləndirmənin bir mənasını, bir qoşmasını bilirəmsə, avtomatik digərlərindən mən bunu rahat şəkildə əvəz edəcəm. Yəni heç sinonim hissələri mənim əzbərləməyimə ehtiyac yoxdur. Əsas olan qoşmaların məna növlərini bilməkdir. Sonra növbəti bizdə qoşmaların amonimliyi məsələsi var. Bu hissə artıq vacib hissədir. Məsələn, burada nəyə fikir vermək lazımdır? Bax, deyirəm ki, birinci nümunədə, deyirəm onun kimi danışırsan. Kimi burada qoşmadır. Mən bunu hardan bildim? Bənzədir. Kimi, tək, dək, can qoşmaları bənzətmə məzmunu yaradır. Onun kimi danışırsan. Danışırsan necə onun kimi? Baxıb görürəm ki, kimi ardıqda cümlə üzvü olmadı. Onun əvəzinə birləşib bütövlükdə cümlənin təyini oldu və bənzətmə məzmunu var. Hə, deməli bu əsas nitq hissəsidir. Amma deyəndə ki, kimi danışır, kimi yazır, yazır kimi, danışır kimi. Görürəm ki, bu xəbərlə əlaqəyə girdi, müstəqil cümlə üzvüdür. Hə, bu halda o burada artıq əvəzlikdir. Və yaxud deyirəm ki, tutaq ki, əvvəl gəl. Və yaxud deyirəm ki, səndən əvvəl gəldi. İndi burada D artıraq, eyni olsun ki, qarşılıqlıq olmasın. İndi mən burada hər iki əvvəl sözünü necə fərqləndirə bilərəm? Bu şəkildə fərqləndirərəm ki, bax bu səndən əvvəldə fikir verirəm ki, burada çıxışlı hal şəkilçisi var. Gəldi nə vaxt səndən əvvəl. Özündən əvvəl hala qoşulubsa, deməli bu burada qoşmadır. Amma deyirəm gəldi, nə etdi, gəldi, nə vaxt gəldi, əvvəl gəldi. Görürsüz ki, bu müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvü olduğu üçün, hə, avtomatik bu burada artıq zərf mövqeyində, zaman zərfi mövqeyində çıxış eləmiş oldu. Sonra məsələn bax bir qrup sözlər var ki, mən canı fərqləndirə bilmirəm. Bilmirəm ca ədatdır, bilmirəm ca tutaq ki, belə deyək, qoşmadı, zərf düzəldən şəkilçisidir. Əgər yadda saxlamaq lazımdır, canı görə ilə mən əvəz edə bilirəmsə, məsələn, quruluşca növləri, tutaq ki, sözlərin quruluşca növləri, quruluşuna görə növləri. Canla, qədərlə əvəz eləyə bilirəmsə, bu məndə qoşma olur. Ümumiyyətlə, sözün hansı nitq hissəsinə aid olduğunu tapmaq üçün ya sinonimləri ilə əvəz eləmək lazımdır, ya da sual vermək lazımdır. Müstəqildirsə əsas nitq hissəsi kimi götürülür, yox müstəqil deyilsə, yəni suala cavab vermirsə, mən bunu avtomatik qoşma kimi götürməliyəm. Məsələn, sarı nümunəsində yaranı sarı feildir. Sarı köynək sifətdir, məktəbə sarı getdim. Hə, istiqamət bildirir. Deməli, istiqamət qoşmasıdır. Sonra bizim növbəti mövzumuz bağlayıcıdır. Bağlayıcı cümlə üzvlərini, abzasları bir-birinə bağlayır. Bağlayıcılar iki cür olur. Tabesiz bağlayıcıları, tabellik bağlayıcıları. Niyə tabesiz, niyə tabellik bağlayıcıları var? Bunlar haqqında hələ ki danışa bilmərik. Bu bizdə artıq sintaksin terminidir. Sadəcə bilmək lazımdır ki, hansı tabesizdir, hansı tabellərdir. Bu da çox bizim üçün asandır. Necə bunu müəyyənləşdirir?
Ayrıca özü şərh eləyir. Tabiidsizlik bağlayıcılarına birləşdirmə bağlayıcıları və ilə inkarlıq bağlayıcıları nə-nədə, iştirak bağlayıcıları həm ya, istər gah və s. Bölüşdürmə bağlayıcıları ya da ya da ki, aydınlaşdırma bağlayıcıları yəni məsələn, qarşılaşdırma bağlayıcıları amma, ancaq, lakin, fəqət daxildir. Tabiilik bağlayıcılarına səbəb bağlayıcıları çünki ona görə ki, ondan ötürü ki, o səbəbə ki, şərt bağlayıcıları əgər, hərgah, madəm, indiki bir halda ki, güzəşt bağlayıcıları hərçənd ki, aydınlaşdırma bağlayıcıları ki, belə ki, daxildir. Yəni bu əzbərədir. Mən yenə deyirəm, köməkçi nitq hissələrində məntiqi aspektdən yazacağım nəsə yoxdur. Bütün məntiqi aspektləri vurğulayıram burada. O da daha çox əsas nitq hissəsindən köməkçi nitq hissəsinin fərqləndirilməsinə xidmət eləyir. Və bu hissədə yenə bizdə əzbərə bir hissədir. Əzbərləməsəm heç bir nəticə əldə edə bilmərəm. Bağlayıcılar da qeyd eləmək lazımdır ki, sadə və mürəkkəb olur. Sadə bir kökdən ibarət olur. Məsələn, nə sadədir və sadədir və yaxud həm sadədir. Bunların hamısı sadədir. Amma deyəndə ki, tutaq ki, ona görə ki, 3 dənə sözün birləşməsi, 3 dənə hissəciyin birləşməsindən əmələ gəlib. Və yaxud buna görə 2 dənə hissəciyin birləşməsindən əmələ gəlib. Onun üçün 2 dənə hissəciyin birləşməsindən əmələ gəlib. O halda bu artıq bizdə quruluşuna görə mürəkkəb hesab olunur. Bağlayıcılarda vergülün işlədilmə qaydası var. Bağlayıcılarda yadda saxlamaq lazımdır ki, təkrar olunan nə, gah, həm, ya, istər bağlayıcılarından əvvəl vergül qoyulur. Bu nə deməkdir? Məsələn, nümunəyə baxıram. Baxıram ki, mənə verilən nümunədə yazıb ki, gah yağış yağır, gah da dayanırdı. Bax, burada gah, ikisi də təkrarlanır. Amma vergül işarəsini fikir versəz, vergül işarəsini və buradakı vergül işarəsini birinci gahdan sonra qoyub. Yəni, təkrarlanan nə, gah, həm, ya, istər bağlayıcılarında biz avtomatik bu 2 dənə gahın arasında vergülü qoymalıyıq. Yəni, ya birincidən sonra, ya da ikincidən əvvəl. Eyni şeyə gəlib çıxır. Qısaca ortada vergül işarəsi qoymalıyıq. Yadda saxlamaq lazımdır ki, əgər tərkibində amma, ancaq, lakin, hətta o cümlədən həmçini ona görə ki, ondan ötürü ki, bağlayıcıları varsa, yəni bu qeyd elədiyim bağlayıcılar varsa, biz əvvəl vergül işarəsi qoymalıyıq. Baxın, deyirəm, göyün üzünü bulud aldı, amma yağış yağmadı. Baxın, görürəm ki, cümlədə amma qarşılaşdırma bağlayıcısı istifadə olunur. Və vergül işarəsi də doğrudan da özündən sonra qoyulub. Sonra növbəti bir qayda odur ki, təkrar olunan dadə bağlayıcılarından sonra vergül qoyulur. Məsələn, nümunəni göstərirəm. Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Görürəm ki, dadə burada 3 dəfə təkrar olunub. Sonuncudan başqa yerdə qalanların hamısında vergül işarəsi qoyulur. Amma sonuncuda qoya bilmərəm. Elə bir hüququm yoxdur. Sonra növbəti bir qayda odur ki, bağlayıcısından sonra vergül qoyulur. Bu aydın məsələdir, artıq bunu hamımız bilirik. Əgər madəm indiki bir halda ki, hərçənd ki, və sair tipli bağlayıcılar budaq cümlədə olarsa vergül qoyuruq, yəni birinci gələrsə vergül qoyuruq, onu demək istəyir. Əgər Fərhad olmasaydı, o burada bir gündə qalmazdı. Əgər cümlənin əvvəlində gəlib, cümlənin əvvəlində gəldiyi üçün cümlə tamamlanan kimi bu hissədən, yəni bax bu hissədən vergül işarəsini atmış olur. Belə ki, bağlayıcılarından da sonra vergül qoyulur. Məsələn, indi Azadın boş vaxtı idi, belə ki, o gecə kurslara da gedirdi. İndi bu birləşmədə belə ki birləşməsindən sonra vergül işarəsi qoyulub. Bizə bunu qeyd eləmək istəyir. Bizdə köməkçi nitq hissələrindən sual düşəndə yadda saxlamaq lazımdır ki, ümumiyyətlə köməkçi nitq hissələri elə bir nitq hissəsidir. Yəni qəbulda mütləq mənim köməkçi nitq hissələrindən bir sualım var. Bəzən hətta 2 sual da ola bilir, amma konkret bir sual yerləşdirirlər. Bu ya amonimliklə bağlı olur, ya da məna çalarlarını müəyyənləşdirməklə bağlı olur. Və düşən böyük əksəriyyət suallar amonimliyi müəyyənləşdirməklə bağlı olur. Uyğunluq sualı da ola bilər, amma uyğunluq sualından daha çox amonimlik səciyyəsinə fikir vermək lazımdır. Amonimlik səciyyəsini də rahat müəyyənləşdirə bilmək üçün mütləq şəkildə belə deyim də, mən bağlayıcının, ədatın, qoşmanın məna növlərini əzbər bilməliyəm.
Sonra növbəti bir köməkçi nitq hissəsi bizdə ədat hesab olunur. Ədat sözlərin, cümlənin təsir gücünü artıran köməkçi nitq hissəsinə deyilir. Yəni bir növ ədat emosionallıq yaradır. Deyirəm ki, tutaq ki, dərs oxuyum. Qayıdıb deyirəm ki, qoy bir dərs oxuyum da. Qoy bu cümlənin təsir gücünü artırır. Artıq bu burada qüvvətlendirici ədatdır. Yəni ədat cümlənin təsir gücünü artırır və ədadı cümlədən çıxardanda emosionallıq aşağı düşür. Amma cümlənin məzmununa bir xələl gəlmir. Ədatların mənaca növləri var. Qüvvətləndirici ədatlar ən laf daha olduqca dadə artıq. Dəqiqləşdirici ədat eləməz əsil. Məhdudlaşdırıcı ədat yalnız tək-təkcə bir-bircə. Sual ədadı bəs, məgər, yəni mı, ki. Əmr ədadı di, qoy, bax, gör, gəlsənəm. Arzu ədadı kaş, bari, təki, gərək. Təsdiq, inkar, bəli, yox, hə, xeyr, heç və s. Bunlar bizdə ədatların məna növləri hesab olunur. Növbəti bir qayda bizdə ədatları digər nitq hissəsindən fərqləndirmək xüsusiyyətidir. İndi bunu necə eləyə bilərik? Məsələn, belə deyək də, tutaq ki, yazıram bura əsl sözünü. Bu əsl sözü yerinə görə sifət də ola bilir, yerinə görə ədat da ola bilir. Necə fərqləndirərəm? Bu əsl mən deyən parçadır. Bu əsli sildim buradan. Deyirəm ki, bu mən deyən parçadır. Qayıdıb deyirəm ki, bu əsl mən deyən parçadır. Əsl burada cümlənin təsir gücünü artırdı. Deməli, ədatdır. Hardan bildim? Birinci cümlədən çıxartdım. Çıxardanda gördüm ki, emosionallıq aşağı düşmürsə, deməli, daha doğrusu üzr istəyirəm, emosionallıq aşağı düşür. Cümlənin məzmununa xələl gəlmirsə, deməli, bu burada ədatdır. Deyirəm ki, əsl dost belə olar. Necə dost? Əsl dost. Bu isə artıq necə sualına cavab verdiyi üçün, ümumiyyətlə suala cavab verdiyi üçün, təyin olduğu üçün, üzvləndiyi üçün bizdə əsas nitq hissəsi gedir. Və yaxud növbəti bir nümunəyə baxaq. Artıq nümunəsinə. Deyirəm ki, artıq səni görmək istəmirəm. Deyirəm belə, səni görmək istəmirəm. Qayıdıb deyirəm ki, artıq səni görmək istəmirəm. Artıq burada cümlənin təsir gücünü artırır. Ədatdır. Mən birinci cümlədən çıxartdığım ədadır. Gördüm ki, emosionallıq aşağı düşdü. Amma cümlənin məzmununa bir xələl gəlmədi. Sonra artığı cümləyə əlavə edən kimi yenə emosiya qalxdı. Deməli, bu ədatdır. Amma deyirəm, artıq söz danışma. Danışma, nə etmə, danışma. Necə danışma? Artıq danışma. Artıq bu burada zərfi izah elədi. Çünki danışmaq feilinin qarşısındadır. Böyük yanında artıq danışma. Məsələn, biz burada üzr istəyirəm, bir əlavəni deyim. Danışma, nə etmə, danışma. Nə danışma, söz danışma, necə danışma, artıq danışma. Bu artıq sözü, sözün söz isminin qarşısındadır deyə sifət olur. Necə söz? Artıq söz. Amma böyük yanında artıq danışma, nə etmə, danışma, nə qədər danışma, artıq danışma. Bu artıq burada kəmiyyət zərfidir. Çünki danışmaq feilini izah eləmiş olur burada. Və yaxud başqa bir nümunə ilə fərqləndirək. Fərqləndirək, tutaq ki, qoy sözünü. Deyirəm ki, məktubu stolun üstündə qoy, nə et, qoy. Nə etmək sualına cavab verdi. Bizdə oldu, deməli, feil. Deyirəm ki, bir məktub hazır olsun. Qayda deyirəm ki, qoy bir məktubu hazır olsun. Qoy əlavə edən kimi artıq cümlənin emosionallığı artmış oldu. O halda bu bizdə ədad olur. Sonra bir dənə əsas qayda var, ki qaydası. Hansı ki qəbulun deyərdim ki, ən gözdə suallarından biridir. Bu ki yerinə görə bizdə bağlayıcı ola bilir. Yerinə görə isə ədad ola bilir. Bir nüansı fərqləndirmək lazımdır. Əgər ki özündən sonra vergüllə işlənibsə bağlayıcıdır. Əgər, məsələn, baxın, bildim ki, bax fikir verirsiniz, özündən sonra bağlayıcıyla işlənib. Üzr istəyirəm, özündən sonra vergüllə işlənib. Vergüllə işlənib deyə bağlayıcıdır. Əgər vergülsüz işlənibsə, artıq cümlədə ədad olur. Biz ki hazırıq, fikir verirsiniz ki, burada vergülsüz istifadə olunub. Deməli ədaddır. Amma bir dənə də bir qayda var. Hansı ki, mənim müşahidə elədiyim qaydadır. %90%, hətta deyərdim elə 100-ün 100-ü ödəyən bir qaydadır. Fikir verirsiniz, bax ki, burada biz isminə qoşulub da, biz əvəzlikdə normal halda ismi əvəz eləyir. Əgər ki, özündən əvvəl adlara qoşulubsa, ədad olur. Əgər özündən əvvəl feilə qoşulubsa, bağlayıcı olur. Baxın, bildim ki, artıq ki, burada feilə qoşulub deyə bağlayıcı qismində çıxış eləyib. Ədatlarda heç bir durğu işarəsi yoxdur. Sadəcə belə bir sual var. Yadda saxlamaq lazımdır ki, təsdiq və inkar ədatları, bəli, hə, yox, xeyr tipli ədatlar
özündən sonra durğu işarəsi tələb edir. Özündən sonra vergül işarəsi qoyulur. Amma yerdə qalan başqa heç bir ədadda qətiyyən bir durğu işarəsi yoxdur. Növbəti anlayış bizdə modal sözlərdir. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsidir. Modal sözlər deməli quruluşca sadə və mürəkkəb olur. Bunlar hansılardır? Məsələn, götürək belə. Tutaq ki, sanki. Sanki bizdə bax bir kökdən ibarətdir də. Mən bunu başqa necə götürə bilərəm? Bir kökdən ibarət olduğu üçün biz avtomatik bunu artıq götürürük sadə bağlayıcı. Amma məsələn götürsək ki, tutaq ki, heyif 2-də artıq bu 2 dənə nitq hissəsindən ibarət olduğu üçün, yəni 2 dənə hissəcikdən ibarət olduğu üçün mən bunu götürürəm quruluşca mürəkkəb modal söz.